Deməli, birinci testdə my nephew is going out with friends. Mənim nephew nədir? Qardaş oğludur. Ona görə mən bilməliyəm ki, burada mən qadına aid bir əvəzlik verə bilmərəm. Friends of dostlarını, onun dostları ilə, ona görə his olacaq. My nephew də üçüncü şəxsin təki olduğu üçün his olmalıdır. 2-də spy casus deməkdir. Casusa olur a person who tries to get secret information. Çalışır ki, əldə etsin gizli məlumat. 1-ə gəlir B variantı. 2-yə inventor, ixtiraçı gəlir creator or design it. Bax, created or design it A variantı. Villager'a da C variantı gəlir. A person who lives in a village. Kətdə yaşayan insan. 3-də I am good at, bad at bu ifadədir. 4-də when Laura deməli, Laura üçün şəxs təki olduğu üçün əvvəla A variantdakı get sonunda S yoxdur. Onu çıxardıram. Bilirik when-dən sonra gələcək zaman olmaz. Qalıram iki variant arasında. Bunda da gets düzdür. Burada da gets düzdür. İndi mən ikinci tərəfə baxmalıyam. İkinci tərəfə diqqət edin. Deyir ki, evə çatanda when Laura gets home. Laura evə çatanda call me, zəng elə mənə. İkinci tərəfdə nida var, əmr cümləsi var. Ona görə düzgün cavabımız B variantı. Əmr cümləsi ikinci şəxsə müraciət etdiyi üçün o zaman biz feilin sonuna S artırmırıq. Çünki əmr həmişə ikinci şəxsə müraciətdə olur. Because of rainy weather. Weather sair mən isim olduğu üçün onun qabağına mən an article qoya bilmərəm. I didn't have to water. Garden da sayıla bilən tək isim olduğu üçün onun qabağını boş qoya bilmərəm. Harda boş variant varsa onlar gedəcəkdir. Qaldım bircə dənə E variantı. Yox, mümkün deyil. A variantı arasında. Çünki burada dedik ki, bunu çıxdıq. A-nı da çıxartmışıq. Çünki E artiklı weather sayılmayan isimdir. E artiklının burada işi yoxdur. Bir daha deyirəm. Weather sayılmayan isim olduğu üçün E artiklları getdi. Garden da sayılan təkdə olan isim olduğu üçün qabağını boş qoya bilmərik. Getdi. Əlimizdə qaldı A variantı. Because of the rainy weather, yağışlı havaya görə, I didn't have to water the garden. Bağı sulaya bilmədim. Məlum, bağ da məlumdur, hava da məlumdur. 6-da baxıram mübtəda xəbəri götürəcəm. Burada işarə əvəzliyi var. Əlbəttə ki, ismin qabağında these sofas, bu divanlar are very comfortable, çox rahatdılar. 7-də my grandfather, mənim babam. Person'u gördünüz, burada isim var. İsim sayılır, təkdədir. Qabağına artiklsız qoya bilmərsiniz. Hətta müqayisə dərəcəsində belə artiklsız olmaz. B və D variantı arasına gəldim. Burada isə reliable, etibarlı sözü təkəcalı deyil. Ona görə mən burada S şəkilsi artıra bilmərəm. S şəkili təkəcalılara artırılır. Düzgün cavabımız D olacaq. Yəni, çox heyecalı sifətlər kimi dərəcələnəcək və burada da in, on, at, of, all üstünlük dərəcəsi tələb edir. 8. There are not pictures cəmdədir və cümləmdə aren't inkar var. İnkar varsa niyə inkarlar olsun ki? Pictures cəmdə olduğu üçün every özündən sonra tək isim istəyir və cümləm inkardadır. Some təsdiq cümlələrdə işlənməyi sevir. Düzgün cavab B variantı. 9-a baxıram. What did you come to Greece? Köməkçi feil var burada. What və who köməkçi feil birbaşa əsas feil götürürlər mübtəda funksiyasında. Ona görə 1 və 4-ü çıxartdım. Sonra baxıram. Why did you come? Nə üçün gəlmisən? Why sual sözü, did köməkçi feil, you mübtəda, come əsas feil. Ardıcıllıq da gözlənilibdir. When did you come? Nə vaxt gəldin? When sual sözü yenə did keçmiş sadə zamanın köməkçi feili.
You mübtədan və come isə sənin əsas feilindir. Düzgün cavabımız elə olacaq 2, 3. Where did you come to? Hara gəldin Yunanistana alınmır. Düzgün cavabımız 2 və 3. Var mı elə variant? Tapa bilmədim. Bir saniyə. Biri why, biri də when. 2, 3. Hə, E variant. 10. Countable noun istəyir bizdən. My grandfather is interested in politics. Siyasət icısı şəkilçisilə yazılsa da sayılır. Siyasət sayılır. Jane always drinks water before. Water su sayılmır. C variantında news, xəbərlər sayılmır. D variantında honey and bread sayılmır. E variantında isə wood, taxta sayılmır. 11. Their team won the cup. Deməli, ta question'da vergülü və sualı gördüm. Deməli, buranın köməkçi feilini necə təyin eləyəcəm? Cümlədəki əsas feilə baxacağım. Gəldim əsas feilin yanında altından xətt çəkdim. Sonra hansı zamandadır onu müəyyən eləyirəm. Won, winning, keçmişidir, kökündən dəyişib. Demək mənə lazımdır did. Getdi hamısı, düzgün cavab C variantı. Ta question buradakı hissəni cümləmdəki feil ilə, köməkçi feili mübtəda ilə isə şəxs əvəzliyini qoyurduq. Susan, baxıram go to the dentist, but Tom shouldn't. Əgər burada shouldn't deyibdirsə, deməli mən nə deməliyəm? Susan should bir-birini izləməlidir buradakından. But Tom shouldn't. Düzgün cavabımız E variantı. This tea was hot. Bu çay istidir. Too hot deyirik. Very hot deyirik. Very adi dərəcə istəyir. So hot deyirik. Sifət istəyir. Saçdan sonra hot tea deyərdik. Enough isə hot enough deyirik. Düzgün cavabımız D variantı. Bu testdə enough time düzdür. Two people, yəni olduqca insan, too many people deyərdi. 2 səhvdir. Few jeans olar, bəli. Jeans zaten cəmdədir. A lot'un of'u yoxdur. 5-i də çıxartdıqmı? Baxaq, a little blood. Qan da sayılmadığı üçün biraz qan. 1, 3, 4. Düzgün cavabımız D variantıdır. Tamara's eyesight, Tamara'nın is getting weak, görmə qabiliyyətidir. Getdikcə pisləşir. Weaker, zəifləyir. She must wear glasses. Artıq bu məcburiyyətdir. Must wear, eynək taxmalıdır. Did your brother finish? Sənin qardaşın deyirəmsə, hansı əvəzliyi qoyarsınız? Əlbəttə kişilərə məxsus his qoyarsınız. Yours, theirs özündən sonra isim istəmir. Sonra it's istəyir də, istəmir də kontekstə baxırdıq bu. Çünki həm isimləşdirən yəlik əvəzliyi, həm isimsizindir. Amma burada qardaşının tapşırıqlarından gedir söhbət. Her isə qadınlardır. Düzgün cavabımız C variantı. Intent niyyət etməkdir. To get things and keep them for a particular reason. Xüsusi bir məqsəd üçün get, əldə edirsən and keep və saxlayırsan. Bu 2-yə A variantı gələcək. To tell somebody that you will do or not do something. Kimsəyə deyirsən ki, sən etdin bunu və yaxud da etmədin. Promise. Tell somebody that you will do. Edəcəksən və yaxud da etməyəcəksən. Promise, söz verirsən. Sonra to have as a plan in your mind to do something. Beynində bir planın var ediləsi olan. A, B, C. A, B, C hardadsa düzgün variant odur. The pharmacy is. Farmasi elə farmasevtlikdir. Bu əczaçılıq. Pharmacy is under the hospital. Hospitalın, xəstəxananın aşağısındadır. Şeyi nəzərdə tutur. Drugstore. Aptek. 6. When boşluq qoyub. Bizdən özümüzdən uzlaşma istəyir. Sağ keçmiş zamanda, is indiki zamanda uzlaşmaz. Sonra he 3-cü şəxsdəkidir. Feilin sonunda s qoyardı. Wait indiki zamanda qoyub da feilin sonunda s-ini də qoysun, zəhmət çəksin. When'dən sonra gələcək zaman olmaz. Getdi mi? Baxıram bura.
tərcüməyə verməliyəm. B də olar, E də olar. Əgər burada bir uzun baş verən proses varsa, mən orada davam et zamanı işlədəcəm. Yoxdursa, keçmiş sadə deyib bağlayacağım cümləni. When I saw Fred, mən Fred'i görəndə, he was waiting at the bus station. O stansiyada gözləyirdi. Davam edən proses var. Mən onu bir anlıq gördüm. O da dayanmışdı, gözləyirdi. Sonra gəldik 7-ci testimizə. What do you do? Sən nə edirsən? What is he waiting for? What for demişik də nə üçün deməkdir. Məsələn, what why ilə birləşməz. What is he waiting for? O nə gözləyir? Düzgün cavab elə A variantı. Bunlar tərcüməyə qoysaq, məsələn, whose özündən sonra isim istəyir, olmaz. Who do you do? Görürsünüz tərcümə və who edir, kim alınmır, tərcüməni ödəmir. Birində xəbərin sualıdır, birində what is he waiting for? Nə üçün gözləyir? Burada isə nə üçün gözləyir, nə səbəbə gözləyir? Mübtədanın sualıdır. 8. Baxaq. Make-up sentence. Birinci biz mübtədanı götürəcəyik. Baxaq görək hansı uyğun gəlir. Julia's sons, Julia'nın oğlanları. Baxaq. İndi bizə əsas feil lazımdır. Finished, bitirdilər. Packing boxes in the bedroom. Baxaq görək varmı? Julia's sons finished packing boxes 3, 6, 1, 4, 5, 3, 6 var. Düzgün cavabımız D variantı. Samuel is, zəm bağlaysın gördük müqayisə dərəcəsi. Helpful adi dərəcədə də olmaz. The most üstünlük dərəcəsi də olmaz. Helpfuller bu zaten tək hecal deyil, çox hecal da olmaz. İki müqayisə bir arada olmaz. Düzgün cavabımız E variantı. 10. İnaqdan əvvəl dedik sifət zərf gələr. Baxaq, yox, burada sifət zərf mövzusu deyil. If you don't sleep enough, əgər çox yatmasan, tamam, you get ill, xəstələnəcəksən. Burada C variantı götürürəm, gələcək zamanı götürmürəm. Çünki bu bir reallıqdır. Əgər biz reallıqdan danışırıqsa, bu da mənə baxın uyğun gəlmir. Reallıqdan danışırıqsa, indiki sadə gedəcək. Məsələn, günəş şərqdən çıxır, qərbdən batır. Bu reallıqdır. Bir də var deyirəm ki, yazmasan atam nervlənəcəkdir. Amma burada bir hadisə, bu reallıq nəyi nəzərdə tuturam? Yəni bu mütəmadi, hər kəs tərəfindən bilinən bir şeydir. Yazmasan atam nervlənəcək, bəlkə atam nervlənməyə də bilər. Təbiət hadisələrindən, qanunən yazılmamış qanunlarla bizə bildiyimiz şeylər ki var, onları biz indiki sadə zamanda veririk. Məsəl üçün, əgər çox şirin yesən dişlərin xarab olacaq. Bu bilinən bir hadisədir. Ona görə sadə veririk. Amma sabah yağış yağsa məktəbə getməyəcəm. Əgər yağışa getməyəcəm. Bu artıq bir tərəf indiki sadə, bir tərəf gələcəkdə veririk. 11. I like to go out by... Mən özüm getmək istəyirəm də. Şəxs qayıdış əvəzi burada özünü izləyir həmişə. Miss Smith always read a book in the backyard. Həmişə kitab oxuyur arxa həyətdə. Vergüllə ayrılıb sualda taquation qaydasıdır. Təsdiqdirsə inkar götürəcəm. Gəlin götürək inkarı. Hamısı da inkardır. Zamanıma baxacam. Hansı zamandadır? O zamanın köməkçi feilini qoyacam. Miss Smith üçüncü şəxsin təki olduğu üçün, he olduğu üçün. Əgər read indiki zamanda olsa feilin sonuna s qoyardım. Amma indiki zamanda deyil. Demək keçmiş zamandadır. Amorf feillərdəndir. Getdi, düzgün cavab A variantı. Lake Baykal. Qabağında heç bir artikel qoymayacaqsınız. The largest, sifətin üstünlük dərəcəsi. Materik qitələrində qabağında heç bir artikel qoyulmur. Düzgün cavabımız B variantı. Digər testimizə baxaq.
169-a. Many geese olardı. Goose təkdə, geese cəmdə. Bir getdi. Much men olmaz, many men olar. Getdi. A lot of mice, mouse, mice. 2 düzdür. 5'ə baxaq. Few deer. Deer'dir, fish'dir, swine'dir. Biri də vardı. Deer, fish, swine. Yadımdan çıxdı. Siz əlavə eləyərsiniz. Deməli, burada cəm şəkilsi qəbul eləmir. 5 düzdür. Child, balaca uşaq. Bax, a child veribdir. Yəni, bir balaca uşaq. Little ise burada balaca mənasına verir. Düzgün cavabımız gəlir. 2, 4, 2, 4, 5 D variantı. When will the members arrive? Yaxın yerlərə çatmaq ətlə verilir. Düzgün cavabımız D variantı. I listen to some news on radio demişik Z ilə verilir. Amma TV'nin qabağında vermirik. B variantı. 4'də cümləyə baxaq. She will pass the exam. In my opinion, 3-2 var mı? In my opinion, she will pass the exam. 3-2-4-1-5. Düzgün cevabımız B variantı. Would you like to drink juice? Or istəyərsən hansını? Bunu yoxsa onu? C variantı. Freeze donmaq deməkdir. Melt ərimək deməkdir. End sonlanmaq deməkdir. Asandır. Liquid deyirsə became or make something became liquid. Nə olacaqdır? Əriməkdir də. Liquid maye olur. Finish deyirsə bu olacaqdır. Became hard. Bərk olursa da donacaqdır. C variantı. That was decision he had ever made. Bunu sizdən danışmışıq. Qaydalarda keçmişik. Ever üstünlük dərəcəsi tələb edir sizdən. Deməli, baxaq görək nə gələcək variantımızda. Bədinki belə olurdu mu? Yox, worst olurdu. More-la er olmaz, getdi. Worse olur. Dedik ki, ever'də üstünlük dərəcəsi istəyir, müqayisə istəməyəcək. C variantı olacaq. 8. Last year deyirsə birbaşa keçmiş qoyuram. I liked coffee last year. Xoşlayırdım. But now, amma indi. İndi isə indiyə uyğun qoyacaqsan. I prefer, üstün tuturam. Like və prefer davam edici zamanda işlənməz. If you leave milk out, əgər südü çöldə qoysan, nə olar? It, o çorlanar. Spoils. Çorlandı, çorlanır. Bu nədir? Olmaz. İndiki sadə zamanlarda çorlanar. Bu bilinən hadə, reallıqdır. Reallıqlar həmişə sadə-sadədə olur. C variantı. İt üçün şəxsdəki olduğu üçün S olur. Where is my passport? Hardadır mənim pasportum? I must find it. Mən onu tapmalıyam. İnkarlar nədir? Olmaz. Tapa bilərəm, olmaz. Kultdakı tapa bilərəm. I must find. Tapmalıyam. Yəlik halı istəyir. Tom's brother. Tomun qardaşı. Bir düzdür. Today's timetable. Bugünün cədvəli. Düzdür. Oliver is 15. Yəlik haldan sonra say gəlmir. İsim gəlir. The company has got verifdi. Getdi. Our house is close to Baker's at satana. 1-2-5'dir düzgün cavabımız. Yer bildirən yəlik hallardan sonra isim gəlməyə bilər. 1-2-5. 1-2-5 hardadır? E variantı. Skill bacarıqdır. Ability. B variantı. Baxıram cümlə when var. When'dən sonra hansı zaman gəlib? Keçmiş zaman gəlib. Keçmiş zaman gəlibsə nə edəcəm? Burada keçmişlərdən qoyacağam. Am, will, have, walk. İndiki zamandır. Am walking davam edici zamandır. Will gələcək zamandır. Walk indiki sadə zamandır. Have walked indiki bitmiş zaman. Düzgün cavab keçmiş davam edici zaman. Gəlin burada baxaq. I love Baku. Mən Bakını sevirəm. But I hate. Nifrət edirəm. Its traffic. Onun nəqliyyatına. Deməli 166-nı deyirik. Onun nəqliyyatına nifrət edirəm. Sonra my teacher is at the school. Mənim müəlliməm məktəbdə. Yəqin ki, mən bu müəlliməni məktəbdən
seçirəm də, bunu üstünlük dərəcəsinə aparıram. More patient zəm bağlayıcı yoxdur, müqayisəni çıxardıram. Is patient səbirlidir məktəbdə. Şərti ödəmir. In, on, at yadınıza salın, üstünlük dərəcəsi istirdi. Elə bu qaydana gedib birbaşa bunu götürürəm. We save our culture. Nə olmalıdır? Ya we must save our culture və yaxud da we should. Bunda to'su yoxdur zaten. Variantda bir də real variant A variantıdır. This village is very peaceful. Bu kənd çox sakitdir. But now, amma indi won't davam et zamanda işlənməz. Ona görə E variantı olacaq düzgün cavabımız. Move hərəkət etmək deməkdir. Return qayıtmaqdır. Terrify qorxmaqdır. Bax, very scared gördümsə terrify'ə götürəcəm. Go back gördümsə B return'ə götürəcəm. Move da change the place yerini dəyişirsən. Would you like to have coffee? Deməli, hardaydım? Aha. Would you like, istəyirsənmi deyir, kofeni? Nə olar? With or without sugar? Şəkərlə yoxsa şəkərsiz istəyirsən. With or without. Tərcümədir sırf uşaqlar. Düzgün cavab E variantı. Jane saw, Jane gördü. Burada N'ini verə bilmərəm, every'ni verə bilmərəm. Çünki mənə bir mübtədalar. Gəl ki N, every'ni verdim. Hər şey, nə, hər, nə? Bir isim lazımdır bizə. Özlərindən sonra isim tələb edir olar. Yoxdur isimdə. N sual inkardadır, olmaz. Çantamdan da adam görməyəcəm. Getdi, C variant düzgün cavabımız. Yəni something, nəsə gördü çantasında. 8'ə baxaq. Selena, while gördümsə burada bir aktiv feil varsa davam et zaman olacaqdır. Özdə aktiv feilim var, did, etmək. Ona görə gələcəyi çıxartdım. Yəni davam et zamanda olmadığı üçün çıxartdım. Sonra uzlaşdırma aparacağım. Selena üçün şəxsi tək olduğu üçün fiilin sonunda S olardı. C variantı getdi. A variant did-ə görə gedibdi. Gəlin D-ni tərcümə eləyək. Selena felt hungry, aç hiss etdi while she was doing her homework. Ev tapşırığını edərkən davam et zamanda. 9'a baxaq. Caused this accident. Bu where görsüz mübtadiyə verilən sualda köməkçi feil yoxdur. Birbaşa əsas feil gəlib. Mübtadiyə sual verərkən yeganə xüsusi sual cümləsidir ki, özündən sonra köməkçi feil tələb etmir. O da olacaq who və what. Hardadır? 2-dədir, 4-dədir. Düzgün cavabımız olacaq A bəndi. Where'dir, why'dir, when'dir köməkçi feil istəyir. 10. Cümləmə baxacağım, mübtədə axtarıram. Adam couldn't open his computer. Adam couldn't open his computer. 3, 1, 5, 4, 2. Düzgün cavabımız elə olacaq B variantı. Because of rainy weather. Bəyək bunu gördük. Yağışlı havaya görə I didn't have to water the garden. Təkrar sualdır bu. Z. Dedik garden isimdir. Sayılır təkdədir. Qavağın boş qoymaq olmaz. Getdi mi? Weather'da sayılmayan isimdir. E-ən artikli işlətmək olmaz. Elə gedəndə zaten bir variant qalır. Uncountable 9. Sayıla bilməyən isim istəyir bizdən. He likes to eat colorful vegetables. Vegetables sayılır. Some geese. Qazlar sayılır cəmdədir. Paul was the best at history. Fənn adları sayılmır. Nails. Bite our nails. Deməli, dırnağını dişlədi. Burada da he hurt his foot. Foot da ayaqlar sayılır. Cəmdə də fit olur. Mary has lunch at school. Mary məktəbdə qəlyanaltı edib. Ta question'dır. Vergüllə ayrılıb sual qoyulubdur. Neyniyirdim? Cümləm təsdiqlədi, inkarlara gedəcəm. Hamısı da inkardır, maşallah. Nə qayırırdım? Feilə baxırdım. Feilim hansı zamandası? Köməkçi feili ona uyğun təyin eləməliyəm. Həz indiki sadə zamandır. Sual inkar necəcə? Do-does vasitəsilə. Harada do-does var, sonra gedirəm A variantı. Bu qədər.